Siz nə vaxt görübsünüz bir dənə Şia alimi fətva versin və ya praktiki olaraq gəlsin, məsələn bir dənə sünnini öldürsün, onun xanımını öz kənizi götürsün, malını qarət eləsin, başını kəssin. Sizdə üz yoxdur da. Həqiqətən sizdə üz yoxdur. Siz necə məxluqsunuz? Buradan gəlib keçən türklərə dedilər sən şiələşməlisən. Şah İsmail dedi şiələşməlisən. Şiələşməyəndə qılıçdan keçirtdilər. 20.000 nəfər özbəöz türk müsəlmanı Şah İsmail Təbrizdə soyqırıma uğratdı. Türk tarixində ilk soyqırımı gerçəkləşdirən Şah İsmail'dir qardaşım. 20.000 nəfər sadəcə Təbrizdə. 7.000 nəfər Ərdəbildə soyqırıma uğratdı. Bütün körpüləri dağıtdı Azərbaycanda. Sonra nə qədər yay biçim vaxtı o sünni türkləri qətl etmək, məcburən şiələşdirmək üçün Şah İsmail əmri üzərinə köpəklərin arxasına şələ bağlayırdılar, şələ, quru şələ. Sonra bu şələni yandırırdılar. Köpək də canı yandığı üçün bir yer axtarırdı. Başlayırdı bu tarlaların içində biçim vaxtı qaçmağa. Bütün zəmiləri yandırdı Şah İsmail. Təbrizdə bir sünni kitabları yandırma planı çizmişdi. Bu stat da gətirdim. Baxdığınız o verilişdə fəlakətlə nəticələnən bir hadisə də deməli o məzhəbin dövlət məzhəbinə çevrilməsi idi. Yəni 16-cı əsrin əvvəllərində bu əvvəlki 500 illik bir vəziyyətdən fərqli olaraq zorla, qılınc yoluna dedilər ki, yeni gələn hakimiyyət Şia olmalısınız. Baxın. Siz nə vaxt görübsünüz bir dənə Şia alimi fətva versin və ya praktiki olaraq gəlsin, məsələn bir dənə sünnini öldürsün, onun xanımını öz kənizi götürsün, malını qarət eləsin, başını kəssin. Və Təbrizə yönəlir. Müqavimətsiz bir şəkildə. Çünki Zəkəriyyə Keçəçi əhali onu tanıyırdı. Və müqavimət göstərməyin. Yəni hər hansı bir təhlükə yoxdur. Tam əksinə əmin-amanlıq olacaq, hərcməclik olacaq deyə qabağını alır müqavimətin və İsmail müqavimətli bir şəkildə həmin dövrdə əhalisi 200-300 min arasında deyilir. Təbriz şəhərinə ələ keçirir. Hakim olur Təbriz şəhərinə və 1501-ci ildə burada başına tac qoyaraq özünün şahlığını elan edir. Təbrizi ələ keçirəndən sonraki ilk cümə günündə məscidə gəlir, Təbrizin cümə məscidinə gəlir, silahlı adamları ilə gəlir, qızılbaşları ilə və bir xütbə oxuyur. Xütbədə özünü qədim İran şahları olan Xosrovla, Keykavusla müqayisə eləyərək mənəm Xosrov, mənəm Keykavus deyə belə uzun bir xütbəsi var və ən nəhayət tələbi bu olur ki, təbərra edin, yəni sünnilikdən dönərək Şiəliyi qəbul edin deyə cümə məscidindəki insanlara müraciət edir və oradakı qızılbaşlar da Əbu Bəkir, Ömər, Osman və Ayşəyə lənət oxumağa başlayanda Təbriz əhalisi nəyə uğradıqlarını çaşıb qalırlar yəni. Belə bir şey gözləmirdilər çünki və bu çaşqınlıq içərisində necə ola bilər yəni bu əhali sən əqidəni söylürlər, təhqir edirlər və belə bir şey görməmişdilər və Təbriz əhalisinin bunun sözü ilə desək, təbərra etmək istəməməsi onlara çox baha başa gəlir. Təbriz və ətrafında kütləvi qırğın törədirlər. Qızılbaşlar təxminən mənbələrin verdiyi məlumata görə 20 minə yaxın Təbrizli qızılbaşlar tərəfindən öldürülür. Qadın, uşaq, qoca demədən kütləvi bir qırğın törədilir, qarət törədilir. Bu haqda bunu inkar eləyə bilərlər, lakin mənbələr bunu təsdiq edir ki, bu mənbələr də belə deyək, tərəfsiz mənbələrdir, hətta Səfəvi mənbələrdir. Məsələn, Qazı Əhməd Qəffarinin Tarixi Cəhanara adlı bir əsəri var burada. Səfəvi tarixçisidir. Bəli, Şiə tarixçisidir. Yəhya Qəzvini, yəni onun kimi Səfəvilər dövrü salınan məhdisidir. Yəhya Qəzvinidə Lübbü Tavarix adlı əsərində bu haqda məlumat var. İtalyan səyyah var. Giovanni Maria Angelello deyə
Səfir olaraq, Venesiyalıların səfiri olaraq səyahət edib. Həm Osmanlı ölkəsinə, həm Azərbaycana. Həmin bu hadisələr baş verəndə bunun canlı şahidi olub. Azərbaycanda idi, bu Təbrizdə idi. Onun səyahət qeydlərində var ki, kütləvi şəkildə 20 mindən çox insanı öldürdü deyə İsmail Səfəvi Təbriz və ətrafında və hətta Bayandurlu soyundan heç kim sağ qoymadı. Bunu qeyd eləyir və hətta buna etiraz edən anası Aləmşah Həlimə xatunu da edam elətdirir. Və sadəcə Təbrizlə də kifayətlənmir İsmail. Bütün İranı, Azərbaycanın digər şəhərlərini, İranı ələ keçirməyə başlayır. İranın şəhərlərində məsələn Həmədan, İsfahan, Rüstəmdar, Yəzd, Kirman, Şiraz kütləvi şəkildə sünni əhali qılıcdan keçirilir burada, öldürülürlər. Qaça bilən qaçır, qaça bilməyən öldürülür. Xüsusən də din xadimləri, sünni din xadimləri öldürülürlər. Çoxu qaçır, bəziləri Şeybani xanın yanına qaçırlar, Özbək xanıdır. Bəziləri Osmanlı ölkəsinə qaçırlar sağ qala bilmək üçün. Məsələn 1540-cı ildə vəfat etmiş bir Azərbaycanlı alim var. Mövlana Hüseyn Şirvani adlı. Azərbaycan tarixi baxımından Mövlana Hüseyn Şirvaninin bu əsəri niyə görə mühümdür? Şəxsən özünün tanıdığı alimlərin adlarını verir. Bu alimlər, Azərbaycanlı sünni alimlər İsmail tərəfindən öldürülmüşdür. Üstəlik sadəcə özü də yox, oğlan uşaqlar da öldürülmüş. Adamın nəslini kəsib yəni. Ad verilir yəni. Bunlar hər hansı bir məchul insanlar deyil ki, 5-10 dənə yox. Adlarını verir və övladlarının adını verir ki, bu adamı və bunun bu oğullarını öldürmüşdür deyə. Biz burada qətliamın kütləvi olduğunu görürük burada. Siz nə vaxt görübsünüz bir dənə şia alimi fətva versin və ya praktiki olaraq gəlsin, məsələn bir dənə sünnünü öldürsün, onun xanımını kənizi götürsün, malını qarət eləsin, başını kəssin. İsmailin əmri üzərinə qızılbaşlar girirdilər evə, uşaqdan soruşurdular adın nədir? 5 yaşında, 6 yaşında uşaqdan. Deyirdi Ayşə, balta ilə vururdular, başı düşürdü yerə. Əbu Bəkir, Osman adında uşaqları qətl etdilər. Hətta sonunda Şah İsmail o qədər canavar bir tərbiyə eləmişdilər ki, öz anası Aləmşah bəyimin başını öz əli ilə kəsdi. Bunları bizim xalqımız bilməlidir. İndi buyurun. Sizdə üz yoxdur da. Həqiqətən sizdə üz yoxdur. Siz necə məxluqsunuz?